Bunlar imamları qəbul etmir deyəndə düz deyirlər o baxımdan ki, bəli, sizin qəbul etdiyiniz kimi o imamlar haqqında etiqadınız kimi biz o imamlar barəsində belə etiqad etmirik. Biz o imamları sizin qəbul etdiyiniz kimi qəbul etmirik. Hə, düz deyirsən. Burada haqqa isabət ediblər, yoxsa yox? Ediblər. Bu sözdə haqqa isabət ediblər. Sizi kimi qəbul etmirik. İndi burada sual çıxır. Rəşad qardaş, bu qövm necə qəbul edir ki, siz onlar kimi qəbul etmirsiniz? Cavab budur ki, bunlar imamları peyğəmbərlərdən üstün sayırlar. Məsələn, deyir ki, İmam Cəfər Əs-Sadiq yaxud İmam Hüseyin İbrahim peyğəmbərdən üstündür. İsa peyğəmbərdən üstündür. Musadan üstündür. İmamiyyət nübüvvətdən üstündür, fəzilətlidir. Hətta vallahi bəzi alimləri deyiblər ki, sonuncu peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmlə belə üstündür. Cürət edib deyiblər bunu. Biz bunu qəbul etmirik, belə imam qəbul etmirik biz. Düz deyirsən, qardaş. Yaxud, məsələn, imamları haqqında etiqadları var. Düzdür? İmamlar, mən demirəm, qardaş, bu ola bilər səndə olmasın, falan, sənin xəbərin olmasın. Əqidədə var bu. Get, aç Kuleyninin Kəhfisini, Məclisinin Biharul Ənvar kitabını, nə bilim, digər alimləri. Bax, gör, imamlar haqqında hansı etiqadı izhar ediblər, üzə qoyublar, danışıblar, rəvayətləri var. İmamlar qeybi bilir. İmamlar öləcəyi vaxtı bilir. İmamlar özləri istəmədən ölməz. İmamlar kainatı idarə edir. İmamlar Allahın sifətlərini verirlər. Allahın sifətləri onlarda var. İmamlar bütün aləmdə olan hər şeyi eşidir, hər şeyi görür, hər şeyə nəzarət edir. İmamlar analarının budundan əmələ gəlib. Yəni, qadını fərcindən doğulmayıblar. Normal o adət üzrə doğuş var, ondan doğulmayıblar, buddan çıxıblar və yüzlərlə belə xurafat, cəfəngiyatsa. Bu imamları qəbul etmirlər deyəndə, bunları deyirsənsə, qardaş, mən bunları qəbul etmirəm. Düz deyirsən, bax, burada isabət ediblər haqqa. Mən bunu qəbul edə bilmərəm, bu küfr şeylərdir hamısı. Yox, əgər imamları qəbul etmirlər bunlar deyəndə, demək istəyirlər ki, biz onları sevmirik, biz onların haqqını bilmirik, biz onları qəbul etmirik bu etibarən, bu səhvdir.